Salam əziz dostlarım, salam. Beləliklə videomuzun ikinci hissəsindəyik əziz dostlar. Üzüklərimiz gördüyünüz kimi gözəldir əziz dostlar. Şəbəkə üslubundadır. Hal-hazırda üzüyümüz dünyanın ən baha daşlarından biri olan yaqut daşı ilədir əziz dostlarım. Siz bilirsiniz ki, yaqut daşı bahalı və qiymətli və həmişə investorların diqqətində olan daşlardan biri sayılıb əziz dostlarım. Hal-hazır ki, gördüyünüz yaqut daşımız nar rəngində olan yaqut daşımızdır və şəbəkəmizə daha gözəllik qatır. Sonra isə əziz dostlarım, sapfir daşından gözəlliyini görürsünüz üzüyümüzün. Ümumiyyətcə bu tip forma üzük əziz dostlar SSR vaxtından, SSR məkan dövründə zərgərlərimizin əl işi olub. Qızılda görürsünüz siz bu üzüyü. Ancaq dövrümüzdə hal-hazırda bu üzüyün digər formaları da var. Amma bax bu qaş yeşim daşıdır əziz dostlar, yəni jadeit daşıdır. Mən jadeitlə olan görüntüsünü də sizlər üçün göstərirəm ki, sizlər sifariş edəndə əziz dostlarım, hansı daşla sifariş etsəniz, mən Zərgər Nazir Nağıyev sizlərin həmişə qulluğunuzda hazıram əziz dostlarım və kanalımıza abunə olmağı unutmursunuz. Yeni videolarda görüşənəyək.